Hmm. Salam dostlar, prenik hazırlayacağıq biz bu dəfə. Bunun üçün qaba 6 stəkan un əlavə etmişəm. Qalan 2 stəkanı isə saxlayırıq, sonda əlavə edəcəyik. 6 stəkan un, 2 stəkan şəkər tozu. Sadəcə bərəkət üçün çay qaşığının ucunda duz. Quru məhsulu yaxşı qarışdırırıq. Və 100 ml duru yağ. Dostlar, reseptdə əslində bunların yarısı qədərdir. Mən sadəcə çox olsun deyə bütün reseptləri onsuz da 2-yə 3-ə vuraraq hazırlayıram. Deməli, un, şəkər tozu, çay qaşığının ucunda duz və 100 ml duru yağı qarışdırırıq hal-hazırda. İndi isə üzərinə 4 yumurtanın sarısını əlavə edirəm. Ağını saxlayıram üzəri üçün. Və dostlar, reseptdə 250 ml qaynar süd idi. Mən isə onu 500 ml ilə əvəzləmişəm. Yəni reseptdə 2-yə vuraraq edirəm. Burada 2 stəkan yarım süd var. Qaynar əlavə edirik. Dostlar, 2 çay qaşığı soda əlavə edəcəyik. Siz bunu sirkədə öldürərək əlavə edə bilərsiniz. Daha sonra isə unun qalan hissəsini də əlavə edib ələ yapışmayan yumuşaq xəmir yoğuracağıq. Dostlar, bu halda ələ yapışmayan xəmir alınır. Əlimizi azacıq yağlayıb bu cür toplar hazırlayırıq. Dostlar, preniklər göndərdik sobaya bişməyə. O müddətdə biz üzəri üçün beze hazırlayırıq. Beze üçün burada 4 yumurtanın ağı var. 4 yumurtanın ağı üçün mən 2 stəkan şəkər tozu istifadə edəcəm. Və yaxşı çalırıq. Bezenin yarısını götürdük. Ona kakao əlavə edəcəyik ki, həm kakaolu preniklər alınsın, həm də ağ. Və bu halda preniklər bişdikdən sonra belə bezeye batırırıq. Və qoyuruq belə.